Salam, mən Səadət. Sizə kimya və biologiya fənnini tədris edəcəm. Bu gün isə kimya yeni 7-ci sinif dərsliyindən 1-ci bölmə 1-ci mövzu olan kimyəvi elementlər və onların simvolları dərsinin tapşırıqlarına baxacağıq. Elə isə keçidək suallara. Birinci sualda bizə deyir ki, sizcə germanium və polonium elementlərinin adları hansı ölkələrin şərəfinə verilmişdir? Deməli, mən də burada qeyd eləmişəm. Baxın, birinci sualdır bu. Germanium elementi Alman kimyaçısı Winkler tərəfindən kəşf olunduğuna görə üstündən gedək. Alman kimyaçısı Winkler tərəfindən kəşf olunduğuna görə Almaniya ölkəsinin şərəfinə belə adlandırılmışdır. Deməli, germanium Almaniya ölkəsinin şərəfinə belə adlandırılmışdır. Sonra polonium elementi isə Polşa əsilli fransız alim olan Maria Curie və alim Pierre Curie tərəfindən kəşf edildiyinə görə Polşa ölkəsinin şərəfinə belə adlandırılmışdır. Deməli, germanium Almaniya ölkəsinin, polonium isə Polşa ölkəsinin şərəfinə belə adlandırılmışdır. Burada Maria Curie yazdığımıza görə, bundan söz düşdüyünə görə əlavə məlumat olaraq vermək istəyirəm ki, məncə bunu bilməliyik. Maria Curie iki fərqli elm sahəsində, fizika və kimyada Nobel mükafatı qazanan ilk və yeganə qadın alimdir. Yəni, bunu unutmayın, bu da əlavə maraqlı bir məlumat olsun sizə. Keçək ikinci suala. İkinci sual. Kükürdün molekulunda 8, fosfor molekulunda isə 4 atom olduğunu bilərək, onların tərkibinin necə ifadə olunduğunu müəyyən edin. Deyir, deməli, ikinci sualı qeyd eləyək. Kükürd nə ilə işarə olunur? S hərfi ilə. 8 dediyinə görə molekulunda 8 atom var. S8 yazıram. Fosfor molekulunda 4 atom olduğunu bilərək deyir. Ona görə yazıram ki, P ilə işarə olunur fosfor. P4. Belə. İndi isə öyrəndiklərinizi yoxlayına keçid edək. Deməli, öyrəndiklərinizi yoxlayın. Birinci sualımızda deyir ki, cədvəli dəftərinizə köçürün və tamamlayın. İndi siz videonu dayandırıb, cədvəli ya köçürün, yəni çəkin, ya da ki, boşluqları qoyun, qarşısına məsələn yazın fərqli-fərqli qələmlərlə, bilin ki, hansı boşluq idi, onu doldurun. Deməli, kimyəvi element xlor verib, simvol kimi, yəni necə göstərilir, necə yazılır? Yazacağıq, baxın, belə yazılır. C, böyük C, kiçik L. Xlor belə yazılır. Sonra yazıb ki, ferium, yəni bu dəmir deməkdir. Ferium da oxunur. Ferium. Dəmirdir. Yazırıq bura dəmir. Dəmir elementi. Sonra gəlir kalsium. Özü yazıb simvol istəyir. Kalsiumdakı Ca kimi yazılır. Kalsium. Sonra bayaq öyrətdim ki, simvol S nə idi? Deyirdi ki, kükürdün 8 atomlu tərkibini yazın. Mən də yazmışdım E8. Deməli, bu nədir? Kükürd. Buraya yazırıq kükürd. Deməli, mis, böyük C, kiçik U kimi yazılır. Bu belə oxunur. Kuprum. Sonra simvol verib Al. Bu alüminiumdur. Alüminium. Elə buradan yazım da alüminium. Azot N hərfi ilə işarə olunur. Sadəcə N. Natrium verib. Natriumdakı Na, yəni natrium. İkinci suala baxaq. Deyir ki, bu E işarəsi hansı elementə aiddir? Fikrinizi əsaslandırın. Burada, yəni mən sizə əslində yanlış oxudum. Bu E oxumalı deyildim, amma birbaşa cavabı demək istəmədim. Siz düşünün. Cavab nədir? Oxumusunuzsa dərsi, siz oxumalısınızsa bu dərsi. Mən sizə izah məqsədli cavablarını izah eləmək üçün video çəkib atıram. Amma siz də bunu bilməlisiniz. Bu, yəni izah ediləsi bir şey deyil. Cavab olacaq berilyum. C variantı. Deməli, üçüncü sual. Uyğunluğu müəyyən edin. Burada metal verib, qeyri-metal verib, səndən bu variantlardan seçməyi istəyir, uyğunlaşdırmağı istəyir. Deməli, bunu silək. Bircə dəqiqə silək. Metallar və qeyri-metallar. Karbon, gəlin bunlarla gedək, qeyd edək. Bu hissə ilə, yəni bu hissə ilə gedək. Karbon verib, karbon qeyri-metaldır, 2A yazıram. Sonra mis metaldır, 1-ə B yazıram. Bu da əzbərlənəsi bir şeydir. Sonra C kalsium. Kalsium metaldır, bunu da 1-ə yazıram. Sonra kükürt qeyri-metaldır, buna 2-yə yazıram. Deməli, cavabımız necə olacaq? 1-ə B, C, 2-yə
A, D. Bu qədər asan. Bugünlük dərs izahımız bura qədər idi və məncə bugünkü dərsimiz də çox asan idi. Çünki sadəcə əzbərdən ibarətdir. Mən də sizə yenə də köməklik elədim. Bəlkə də öyrənmisiniz, təkrar oldu mənimlə. Amma siz həmişə birinci öyrənin, sonra anlamadığınızı mənim videomdan girib öyrənin. Və başqa hansı dərsləri, tapşırıqları, dərs vəsaitindən olan testləri istəyirsinizsə, şərh bölməsində qeyd etməyiniz kifayətdir. Sağ olun.